Stradivari 92 il yaşayıb, 600 skripka yaradıb. Ömrünün son illərində isə artıq adları tarixçiləri olan skripkalar hazırlayırdı. Ən yeni texnologiyalar belə Stradivarinin skripkasının səsindən yaxınlaşa bilmir. Beynəlxalq skripka ustaları asosiasiyası dəfələrlə bu sirri açmağa çalışır. Amma heç bir nəticəyə gələ bilməyiblər. Müxtəlif məntiqi izahlar var. Ağac başqa idi, zaman başqa idi və s. Zəhmət olmasa deyin, belə ustaların Stradivarinin skripkalarının sirri nədir? Mən bunu sənə indi hamının qarşısında deməliyəm. Bəli, xahiş edirəm. Deyin artıq, yenə də xahiş edirəm. Necə bunu bu cür yaratmaq olardı ki, yəni indiki texnologiyalar, mikro. Bunların heç biri önəmli deyil. Biz əvvəlcə başa düşməliyik ki, insan qulağında nə baş verir? Прямо вот этом материальном? Вот в этом материальном ухе. Что у нас происходит? Почему именно и чем Niyə можно məhz вызвать onun такую simləri реакцию, belə bir как təsir ответ yaradır? струн? Yəni bu səslər necə olur ki, insanın içinə bu qədər nüfuz edir? Amma bunun bir sirri varmı? Sir var. Секрет есть. Есть секрет. Да. Amma mən düşünürəm ki, hətta Stradivari özü də bu sirri bilmirdi. O sadəcə belə işləyirdi. А секрет, он заключается в особом сочетании. Sir isə ürəyə təsir edən xüsusi səs Которые uyğunluğundadır. воздействуют на сердце. Здесь Burada надо əvvəlcə работать ürəyin о том, cavab чтобы verməsi, сначала sonra isə отзывалось qulağın сердце, eşitməsi haqqında а düşünmək потом lazımdır. слушало ухо. Обалдеть. Ən Вот əsas это məsələ budur самое главное. və bunu heç kim И этого bilmir. не знает никто. Bəli, əlbəttə. Yəni bu ürəkdən qulağa gəlir, oradan da bütün varlığa yayılır. Hər şey ürəkdən başlayır. Bəli, Düşünürəm ki, həqiqətən də, hətta Stradivari özü belə bunu bilmir. bu daxili mexanizmi Stradivari özü də bilmirdi. Yəni o daha çox hansısa iradənin icraçısı kimi idi. Onun əllərini və ümumiyyətlə özünü daxili bir duyğu idarə edirdi. Bəs burada yaradan olmadan keçinmək mümkün idimi? Xeyr, əlbəttə ki, mümkün deyildi. Yəni adi bir insan götürülür və sonradan biz onun haqqında çox danışırıq. Amma əslində həmin insan vasitəsilə belə bir sir ötürülür. Bu sir yalnız skripkaya yaxud violonçelə aid deyil, eləmi? Bəli, istənilən şeyə aiddir. Təkcə musiqi alətinə yox. Səs əvvəlcə qulağa deyil, ürəyə keçməlidir və yalnız bundan sonra qulaq vasitəsilə çıxır. Он только выходит. Qulaqdan çıxır. Bəli, Выходит из уха. Да, Вы сейчас сегодня перевороты делаете такие. да. То есть я слышу не ухо. Deməli, mən Вот так qulaqla вас eşitmirəm. слышу, да? Я Xeyr, слышу не ушами. ürəklə eşidirsən. Bəs söz də sizin indi dediyiniz səs kimi belə bir xüsusiyyətə malikdir. Əlbəttə, söz məhz belə yaranır və ötürülür. Deməli, insan ürəyə nüfuz edən və yalnız bundan sonra eşidilən bir söz tapmalıdır. Düzdür? Bəli, Belə sözlər ümumiyyətlə varmı? Вообще. var. есть. Bəs bizim elmimizdə belə sözləri necə tapmaq olar? Axı biz elə bir elmi öyrənirik ki, bu sadəcə maraq və ya bilik deyil. Ürəyə nüfuz edən sözləri necə tapmaq olar? Bu çox sadədir. Это очень просто. Я спросил об этом у... Mən bunu müəllimim Rabaşdan soruşmuşdum. Учитель ваш. Да, O dedi, он говорит, ну, sən axı eşitmisən ki, Şuma duasında nə deyilir? Şuma Mixail. Шма Mən Михаил. təəccübləndim. Necə yəni Mixail? Удивился, Axı почему bu Михаил? dua dinlə İsrail duasıdır. Да. Çünki İsrail Это ümumi это addır. общее название. Əslində isə sən oraya istənilən adı qoya bilərsən. Каждое имя ты можешь подставить туда. Вот. Ну, Deməli, bu ürəyə müraciətdir. Dinlə Mixail. Bəli. Və sonra hər şey üst-üstə yığılır. Şuma duası ən uca dualardan biri hesab olunur. Əlbəttə. конечно, да. Biz indi elə bir nəticəyə gəldik ki, dua əvvəlcə məhz ürəklə eşidilir. Bəli. Və yalnız bundan sonra qulaqla eşidilir
və ya ümumiyyətlə eşidilmiş olur. Bir daha soruşmaq istəyirəm. Siz daim vurğulayırsınız ki, sadə insanın duası müdriklərin, kabalistlərin yazdığı dualardan daha yüksəkdir. Və bu məni hətta bir qədər təəccübləndirir. Başqaları da bunu yazır. Adi bir insanın duası sadə dildə necə danışırsa, elə də müraciət edir. Və bu dua bütün dualardan yüksəkdir. Bəli. Çünki bunu o özü hiss edir. Onun ürəyi ali sözlə daxili rezonansa girir. Buna görə də bu, Yaradana ən yüksək müraciətdir. Yəni siz demək istəyirsiniz ki, insan belə duyğulu şəkildə danışanda, o bunu əvvəlcə ali aləmlərdən eşidir. Bəli, Bu onun daxilində yaranmır. əlbəttə xeyr.